Əməkdar artist, xanəndə Nigar Şabanova ATV telekanalında yayımlanan Gün Ortası verilişində duyğusal anlar yaşayıb. Canlı efirdə səmimi etiraflar edən sənətçi uşaqlıq illərinin onun üçün asan keçmədiyini bildirib. Nigar Şabanova qeyd edib ki, yaşıdları kimi qayğısız, oyun dolu bir uşaqlıq yaşamaq ona nəsib olmayıb. Erkən yaşlarımdan həyatın məsuliyyətini çiyinlərimdə hiss etdiyini deyən xanəndə həm ailə, həm də sənət yolu ilə bağlı çətinliklərin onu tez böyütdüyünü vurğulayıb. Onun sözlərinə görə məhz bu səbəbdən bəzən geriyə baxanda içində bir boşluq, yarımçıq qalmış bir dövrün niskili qalır. Sənətçi efirdə olduqca təsirli bir fikir də səsləndirib. O bildirib ki, əgər bu dünyaya bir daha gəlmək şansı olsaydı, uşaqlıq illərindəki Nigara səslənərək bir daha bu dünyaya gəlmə deyərdi. Bu sözlər studiyada kövrək anlar yaşadıb. İfadəsinin səsindəki titrəyiş və göz yaşları onun bu mövzunun nə qədər dərin və ağrılı olduğunu göstərib. Nigar Şabanova uzun illərdir ki, muğam sənətində özünə məxsus yeri olan ifaçılardandır. Səhnədə güclü və özünə inamlı görünən sənətkarın daxili dünyasında bu qədər həssas duyğuların olması tamaşaçılar üçün də fərqli tərəflərin üzə çıxması kimi qiymətləndirilir. Tanınmış insanların uğurunun arxasında çox zaman görünməyən çətinliklər dayanır. Uşaqlıq insanın ən saf və qayğısız dövrü sayılır və onu yaşaya bilməmək həqiqətən də ağır bir hissdir. Amma bəlkə də məhz o çətinliklər Nigar Şabanovanı bugünkü güclü sənətkara çevirib. Hər halda insanın keçmişi ağrılı olsa belə, onun qazandığı təcrübə və güc danılmazdır. Bəzən yaşanmayan uşaqlıq belə böyük sənətin və möhkəm xarakterin təməlini qoya bilir.